Hər kəsə salam. Hər il olduğu kimi 2025-ci ildə Şehin Akademi hansı uğurlara imza attı? Tələbələrimizə beynəlxalq imtahanlardan IELTS, TOEFL, SAT və Duolingo'dan yüksək bal yığdıraraq onların xarici təhsil xəyalının ilk addımını uğurla həyata keçirdik və bununla kifayətlənməyərək bu bir il ərzində bütün tələbələrimizin xarici təhsil prosesini öz əlimizə götürdük. Universitet seçimi, onların roadmap'ın hazırlanması, viza prosesi və universitetə yerləşmə prosesini sona qədər həyata keçirdik. Tələbələrimizin diplomatiya sahəsinə yetişməsi üçün əlimizdən gələni etdik. İtaliyada FAO-nun baş ofisində, Fransada UNESCO-nun baş ofisində və New Yorkda BMT-nin baş ofisində və Abu Dhabi'də Azərbaycan komandası olaraq ölkəmizi təmsil etdik. Və bununla kifayətlənməyərək ölkəmizi Qafqazda Change the World-ün mərkəzinə çevirməyi bacardıq və diplomatik görüşlərimizi daha da genişləndirdik. Diplomatik çərçivədə həyata keçirdiyimiz görüşlərdə tələbələrimiz bir çox dövlətlərin səfirləri ilə görüşdü və bu səfirliklər arasında Almaniya, İspaniya, Kipr, Venezuela, Argentina, Meksika, daha sonra isə Misir və Ərəb Əmirlikləri ilə görüşdü və bununla kifayətlənməyərək xaricdə tələbələrimizin səfərləri zamanı məhz Fransada olduğumuz zaman Azərbaycanın Fransadakı səfirliyində görüş təşkil etdik və həyata keçirdiyimiz bu görüşlər tələbələrimizin diplomatiya sahəsində daha inamla və daha düzgün şəkildə addımlamasına ilham oldu. Bu ilin yayını bütün tələbələrimizin yadda qalan və fərqli etdik. Londonda ölkənin ən iddialı, ən fərqli və ən gözəl yay kampı olan London yay kampını həyata keçirdik və bununla kifayətlənməyərək Avropanı kəşf etməyi özümüzə hədəf qoyduq və Barcelonada isə dolu-dolu günlər yaşadıq. Ötən ilin ən yadda qalan uğurlarından biri isə Berlində həyata keçirilən ICF-in 30 illiyinə həsr olunmuş konferansda yer almamız və xaricdə təhsil şirkəti olaraq ICF-in rəsmi sertifikatını əldə etməyimiz oldu. Xidmətlərimiz arasında Kids English şöbəmiz də yetəri qədər uğurlara imza attı və dünyanın 134-dən çox ölkəsində tanınan Cambridge-in müxtəlif səviyyələri üzrə beynəlxalq sertifikat əldə etdilər və ingilis dilini öyrənməkdə düzgün strategiyanı qurmuş oldular. Tələbələrimizin yay tətilini daha produktiv keçirməsi üçün onlara intensiv ingilis dili dərsləri təşkil etdik və onlara qısa müddət ərzində ingilis dilini öyrənməyin mümkün olduğunu göstərdik. Və təbii ki, bu sonsuz uğurların başında bizim akademik komandamız və müəllim heyətimiz dayanır. Onların əməyi sayəsində biz bu sonsuz uğura imza atdıq və onların inkişafı və dərslərin daha interaktiv təşkil olunması, müasir metodlara uyğun olaraq tədris metodundan istifadə etməmiz bizim ən əsas prinsiplərimizdən biridir. Və bu məqsədlə sonsuz sayda müəllimlərimizlə təlimlər təşkil etdik və onların akademik biliklərini daha da yüksəltdik. Və son olaraq buradan bütün Şehin Akademi izləyicilərinə, valideynlərinə və eyni zamanda tələbələrinə uğur arzu edirəm. Arzu edirəm ki, qarşıdan gələn 2026-cı il hamımız üçün uğurlu bir il olsun və komanda olaraq sonsuz uğurlara imza ataq və üzərimizə götürdüyümüz missiyaları uğurla yerinə yetirək. Yeni iliniz mübarək.